Salam dostlar. Bugün o kadar güzel havadır ki fürsətten istifadə edib qaçdım gəldim bağa. Bu ağ irisdir. Bu deyəsən artıq bunun ikinci qönçəsidir açır. Birincini görmədim. Hər dəfə iş çıxır, güllərin açan vaxtı gələ bilmirəm ya da gəlib görürəm ki, açıb qurtarıb. Ancaq bu da çox gözəldir. Hələlik bir dənədir. Burada sonra tədricən iris özü çoxalacaq. Çox davamlı bitkidir, davamlı güldür. Çox xoşum gəlir irisdən. Bənövşə irislər də var. Bir dənə onlara da baxaq, görək vəziyyət necədir. Yasəmənim açıb. Bu yerli yasəməndir. Keçən il bunun yerini dəyişdim. Darvaza tərəfdə divarın dibində əkmişdim. Nəysə əmələ gəlmirdi. Keçən yaz bunun yerini dəyişdim. Deyəsən bu dəfə yerindən xoşu gəlib. Gül açdı, maşallah. Ne güzeldi. Heyf ətrini kamera vasitəsilə vermək olmur. Burada da bənövşə irislər var. Vallahi alaq güllərdən hündürə qalxıb. Sonra da deyirlər ki, qumda heç nə bitmir. Elə mən də içində daxil olmaq şərti ilə. Qumda heç nə bitmirsə, bu alaq necə bitir bu hündürlüyündə? Oy, bugün sabah bunlar açacaq inşallah. İmkan olsa gəlib çəkəcəm sizlər üçün. Burada da var. Burada da bir dənə ağ iris var. Açıb qurtarıb deyəsən. Vallahi bunun formasından baş açmadım. Bu deyəsən fərqlidir. Yəqin deyirsiniz bu divar dibindəki zirzibil nədir? Əslində bu həm zirzibildir, həm də yox. Bura mən taxtadan apalıqqa kimi bir şey düzəltmişəm. Əlimə keçən daş, kəsək, dəmir, qapaq, konserva qutusu, xırda daş ən